Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ve ba'd. Değerli müsəlmanlar, sizlərə istidrac barəsində danışmaq istəyirəm. Bəzən insanlarda belə bir sual yaranır ki, Allah niyə bu qədər zülmə qarşı bir tədbir görmür? Bu qədər müsəlman qətlə yetirilir. Məzlumlar, uşaqlar, qadınlar, yaşlılar məhv olur. Evlər, məskənlər, məscidlər dağıdılır. Lakin Rəbbimiz bunu edənləri məhv etmir. Əksinə, görürük ki, bunu edən qövmlər dünyada ən zəngin dövlətlər və ən varlı insanlardır. Özləri də firavan həyat sürürlər. Günahlar artdıqca görürsən ki, nemətlər də çoxalır. Axı niyə? Bax, bunu Rəbbimiz istidrac adlandırır. Nə deməkdir istidrac? İstidrac dərac sözündəndir, mənası pillə deməkdir. Yəni, bir insanın tədricən, pillə-pillə məhvə doğru aparılması istidrac adlanır. Elə olur ki, insanlar günah və küfürlər edir, işləri də avand olur. Mal dövləti, vəzifəsi, insanlar arasında hörməti artır və o da elə düşünür ki, o Allahın sevib razı qaldığı bəndələrdən biridir. Şeytan onu addım-addım elə yoldan çıxarır ki, heç ruhu da incimir. Elə bilir ki, hər şey əladır. Allah onu sevir, ondan razıdır. Daha bilmir ki, həmin nemətlər onu cəhənnəm oduna doğru aparır. İstidrac, uca Allaha xas olan feillərdən biridir. Quran-ı Kərimdə də istidrac sözü müxtəlif yerlərdə qeyd olunur. Uca Allah Quran-ı Kərimdə Əl-Əraf surəsinin 182-ci ayəsində buyurur ki, وَالَّذ۪ينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ وَأُمْلِي لَهُمْ اِنَّ كَيْدِي مَتِينَ Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacaq. Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, mənim hiləm sarsılmazdır. Həmçinin Qələm surəsinin 44-45-ci ayələrində buyurur ki, فَذَرْنِي وَمَنْ يُكَذِّبُ بِهَذَا الْحَدِيثِ سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ أُمْلِي لَهُمْ وَأُمْلِي لَهُمْ إِنَّ كَيْدِي مَتِينَ Bu sözü yalan sayanları məni möhtəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba sürükləyərik. Hələlik mən onlara möhlət verirəm. Şübhəsiz ki, mənim kafirlər üçün qurduğum hiləm çox güclüdür. Kimdir bunlar? Allahın ayələrini yalan sayanlar. Çoxları elə düşünür ki, bunlar elə ancaq kafirlərdir, bütpərəslərdir, ateistlərdir, qeyrilər dində olanlardır. Təbii ki, onlar da buna aiddir, amma bunların əhəmiyyətli bir qismi bizim içimizdə özlərini müsəlman adlandıranlardır. Zahirən, hər kəs Qurana inanır. Lakin işin mahiyyətinə vardıqda görürsən ki, xeyr, əməllə dil uyğun gəlmir. Quranda deyilir ki, cənnət və cəhənnəm var. Deyir ki, ora kim gedib gəlib? Nə varsa elə bu dünyadadır. Quran-ı Kərimdə buyurulur ki, yalnız Allahdan istə, yalnız Allaha dua elə, yalnız Allaha ibadət elə. Gedir Allahdan qeyrisini çağırır. Ya filan kəs, mənə kömək ol. Gedir Allahdan başqasına qurban kəsir. Allahdan başqası üçün nəzir verir. Allahdan başqasına etimad göstərir. Quran-ı Kərimdə deyilir ki, Peyğəmbərin dediklərinə tabe ol. O havadan danışmır. Onun danışdıqları hamısı bir vəhiydir. Ayədə gəlir ki, sənə zikri nazil etdik ki, onlara nazil olanı, yəni Quranı onlara bəyan eləyəsən, açıqlayasan. Gedir, deyir ki, mən hədislərin qəbul eləmirəm. Mənim ağlım bunu dərk eləmir.
Quran bizə kifayət eləyir. Quranda deyilir ki, mən bu Quranı dirilər üçün, ağıl sahibləri üçün nazil eləmişəm. Adam gedir Quranı ölüləri oxuyub pul qazanır. Dindən şəxsi mənfəətləri üçün istifadə edir. Kənardan da baxırlar ki, ay maşallah, imkan bunda, dəbdəbəli həyat bunda. Daha bilmirlər ki, bütün bunlar nədir? İstidracdır, tədrici, məhvə aparan yoldur. İmam Əli ibn Abu Talib radiyallahu anhu deyir ki, Allah bir adama nemətlər bəxş edibsə, həmin adamda bu nemətlərin bir hilə, bir tələ olduğunu bilmirsə, həmin kəs artıq aldadılmışdır. İnsanların razılıq tərəzisi ilə uca Allahın tərəzisi eyni deyil, qardaşlar. İnsanlar çox vaxt baxırlar ki, mənim işlərim yolunda gedir, gözəl yaşayıram, yeyirəm, içirəm, geyinirəm və salam. Demək, Allah məndən razıdır. Amma əslində meyar bu deyil. Ona qalsa, gərək Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm hamıdan zəngin olaydı, sarayda cah-cəlal içində yaşayardı. Çünki bəşəriyyətin ən xeyirli insanı o olub. Həmçinin səhabələrin əksəriyyəti çətin, yoxsul bir həyat sürüblər. Onlar da bu ümmətin ən xeyirli insanlarıdır. Mömin olan kəsə nemətlər bəxş olunduqda qorxmalıdır ki, birdən bu istidrac olar. Allah tərəfindən imtihan olar, tədricən onu məhvə aparar. Nemət verildikdə loğalanmamalısan ki, mən böyük insanam, Allah da mənə bu nemətləri verir. Ola bilsin ki, həmin nemətlər mal-dövlət, boy-buxun, gözəllik, vəzifə, şan-şöhrət və s. istidrac olsun. Uca Allah Əl-Fəcr surəsinin 15-ci ayəsində buyurur ki, فَأَمَّا الْإِنسَانُ إِذَا مَبْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنْ İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə, Rəbbim mənə ehtiram göstərdi deyər. Allah mənə verib, deməli məndən razıdır. Bu doğru müqayisə deyil. Fikir verdiniz, ayədə deyir ki, məbtələhu rabbuhu fəəkraməhu və nə'aməhu. Rəbbi onu sınayıb nemətlər verdikdə. Demək, nemətlərin hamısı imtihandır, sınaqdır. Və əksər insanlar bu imtihandan kəsilirlər, sinifdə qalırlar. Çox nadir hallarda kimsə dünya nemətlərin qarşısına tab gətirə bilir. Növbəti ayədə buyurur ki, وَأَمَّا إِذَا مَبْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانًا Amma onu sınamaq üçün ruzisini azaldanda, Rəbbim məni alçaltdı deyər. Sonra da buyurur ki, kəllə, xeyr. Yəni, bu müqayisə, bu fikir doğru deyil. Yəni, sənə nemətlər verilibsə, çoxlu pul, mal, dövlət, bahalı ev, minik verilibsə, bu o demək deyil ki, sən Allah yanında hörmətli bir insansan. Həmçinin bir adamı yoxsul və ya ehtiyaclı etməklə imtihana çəkmişəmsə, bu o demək deyil ki, o Allahın qəzəbinə gəlmiş birisidir. Kasıb və yoxsul olan kəs məyus olmamalıdır. Ola bilsin ki, Allah yanında o çox hörmətli birisidir. Yaxud zəngin adamda sevinməməlidir. Ola bilsin ki, Allah yanında onun zərrə qədər qiyməti yoxdur. Elə ki, insan özündən razı oldu, özünü bəyəndi, özünü başqalarından üstün gördü, bilməlidir ki, artıq həlak olmağa aparan yola düşüb. Hər birimiz qorxmalıyıq ki, birdən ayədə deyildiyi kimi, bizə verilmiş bu nemətlər istidrac olar. Yəni, tədricən bizi məhv olmağa aparar. Rəvayət olunur ki, möminlərin əmiri Ömər ibn Xattab radiyallahu anhu Fars, Sasani imperatorluğunu süquta yetirdikdən sonra imperiyanın xəzinələrini onun huzuruna gətirirlər. Ömər radiyallahu anhu da xəzinələri görüb ağlayır. Soruşurlar ki, ey möminlərin əmiri, belə bir əzəmətli gündə ağlayırsan? Deyir ki, qorxuram ki, bu nemətlər bizə istidrac olaraq, yəni tədrici məhvə aparan nemətlər kimi verilsin. Allahu Akbar. Bəzən bəzi müsəlmanlar İslamdan nəfsinə rahat olanı axtarır. Axtarır ki, haramları halal sayan, gözəl nitq qabiliyyətli olan bir filosof tapsın, sonra da onun dediklərinə riayət etsin. Quranı oxuyur,
özünə sərf edən ayələrin üzərində dayanır. Sərf etməyənin üzərindən ötüb keçir. Allahu Teala isə Quran-ı Kərimdə buyurur ki: "Ətu'minuna bi ba'dil kitabi və tekfuruna bi ba'd." Siz kitabın bir hissəsinə iman gətirib, digər hissəsinə küfür mü edirsiniz? Hilə gəlsən, Allah da sənə hilə gələcək. Şənbə günü İsrail oğullarına neynədi? Allah onlara şənbə günü balıq tutmağı qadağan elədi. Onlara imtihana çəkdi. Özü də məhz şənbə günü dənizdə balıq bol olurdu. Digər günlərdə isə balıq az olurdu. Onlar neynədilər? Gedib torları şənbə günü suya atdılar, bazar günü torları çəkib çıxartdılar ki, şənbə günü tutmadıq ki, bazar günü tutduq. Allaha hilə gəlmək istədilər. Uca Allah da neynədi onları? Meymunlara və donuzlara çevirdi. Əl-Bəqərə surəsi, Əl-Araf surəsində, Maidə surəsində keçir onların başına gələnlər. Yəni, sən Allahı aldatmağa çalışırsan, indi nə qədərdir belə müsəlmanlar? Quranda və sünnədə açıq aydın qadağa gəlib, gedir, axtarır bir dənə şəz fətva tapır ki, yox, filan kəsə görə belədir, filan kəs gör nə qəşəng danışır, deyir olar. Və qiyamət günü onun rəyi səni qorumayacaq. Ola bilsin ki, alimdir hətta, İctihad eləyib, səhv eləyib. O, ictihadına görə öz savabını qazanıb. Bəs sən, 4 imamın 4'ü də deyiblər ki, görsəniz ki, bizim rəyimiz Qurana və səhih hədislərə müxalifdir, bizim rəyimizi tərk edin və Quran və sünnəyə tabi olun. İmam Malik rahimehullah deyir ki, bizim aramızda elə bir adam yoxdur ki, onun bəzi sözləri götürülüb, bəzi sözləri də tərk olunmasın. Yalnız bu qəbrin sahibindən başqa. Əli ilə Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrini göstərir, deyir, yalnız bu qəbrin sahibindən başqa. Yalnız onun dediklərinin hamısı götürülür. Qalan nə alim olur olsun, kim olur olsun, onun bəzi sözləri götürülür, bəziləri tərk olunur. Ona görə də nemətlərin olması və olmaması bir imtihandır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, görsəniz ki, Allah öz quluna istədiyi nemətləri verir, həmin qul da günahlara batır, bilin ki, bu Allah tərəfindən ona bir istidracdır, tədrici məhvə aparan bir yoldur. Baxın, Uca Allah Quran-ı Kərimdə buyurur ki, فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ. Dəhşətli ayələrdir, subhanallah. Onlar deyir, özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Beləliklə də zalım qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Əl-Mü'minun surəsinin 55-56-cı ayələrində isə Rəbbimiz buyurur ki, Əyəhsəbunə ənəmə numidduhum bihi min məlin və bənin nusari'u ləhum fil xayrat bəllə yəş'urun. Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik. Xeyr, onlar bu işin fərqinə varmırlar. Ona görə də zalimların, kafirlərin, qatillərin bu dünyada kef çəkmələri, firavanlıq içərisində bolluqda yaşamaları bizi çaşdırmamalıdır. Uca Allah onlara müvəqqəti möhlət verir ki, yollarını daha da azsınlar, günahlarını daha da artırsınlar və sonda da etdikləri əməllərinin əvəzi olaraq cəzalarına çatsınlar. Rəbbimiz Ali-İmran surəsinin 178-ci ayəsində buyurur ki, وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ. Kafirlər elə güman etməsinlər ki, onlara möhlət verməyimiz onların xeyrinədir. Biz onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. Yaxud
Bəzən biri deyir ki, mən getdim filan kəsin qəbrindən kömək istədim. Dedim, ay filan kəs, mənə övlad ver, övladım oldu. Neçə illərdə övladım olmurdu. Getdim, Allaha şərik qoşdum. Getdim, Allahdan başqasından istədim, uşağım oldu. Bu o demək deyil ki, Allahdan başqa övlad verən var. Hər hansı bir imam, övliya insana ruzi və ya övlad verə bilər. Bu o deməkdir ki, bunu edən adam tədricən Allahın qəzəbinə düçar olub və onun əzabına doğru yol alıb. Mömin olan kəs yaxşı işlər görməyə, ibadətlər etməyə müvəffəq olduqda arxayınlaşmamalı, qürrələnməməlidir. Əksinə, qorxmalıdır ki, birdən etdiyi əməllər qəbul olunmaz, əməlləri puç olar. Qorxmalıdır ki, birdən ona bəxş olunmuş bütün bu neymətlər tədricən onu məhvə aparar. İmam Əhməd bin Həmbələ bir dəfə tələbələrindən biri deyir ki, ya şeyx, maşallah sənin üçün nə qədər çox dua edənlər var. O da cavabında deyir ki, qorxuram ki, bu istidrac ola. Yaxşı, bəs neymətlər gələndə hardan bilək ki, bu istidracdır yoxsa yox? İslam alimləri deyirlər ki, əgər neymətlər gəldikdə, həmin neymətlər sənin yaxşı işləri və savabları artırırsa, ona səbəb olursa, deməli bu Allahın neymətləridir, gözəl neymətləridir. Yox, əgər neymətlər gələndən sonra günahların artmağa başlasa, onda bil ki, bu istidracdır. Məsələn, neymət gələndən sonra əvvəllər namazları vaxtında qılırdın, indi qəzalar eləməyə başlayırsan. Əvvəl nafilələr qılırdın, indi qılmırsansa. Əvvəl daha çox zikr edirdin, indi eləmirsən. Əvvəl 1-ci, 4-cü günlər oruç tuturdun, indi tutmursan. Əgər dində görürsən ki, zəifləmirsən, günahlar artıq, savab işlərin azalıb, bil ki, artıq bu istidracdır. Səni məhvə aparır bu neymətlər. Uca Allahdan diləyirəm ki, bizlərə bəxş etdiyi neymətləri istidrac, yəni tədricən məhvə aparan səbəblərdən eləməsin. Bizlərə hidayət verdikdən sonra bizləri azdırmasın. Bizləri ölməmişdən öncə La ilahə illallah deməyə müvəffəq etsin. Amin. Velhamdülillahi Rabbil alemin.